Məktəblərdə məktəb psixoloqunun fəaliyyəti hədsiz dərəcədə əhəmiyyətli hesab olunur. Çünki müxtəlif yaş dövrlərinə görə məktəblərdə şagirdlərin müxtəlif psixoloji vəziyyətləri, narahatlıqları, müsbət və mənfi sayıla biləcək özəllikləri, xüsusiyyətləri olur. Ümumiyyətlə, psixologiya öyrənmə hadisəsinin təməl daşlarından, əsas məsələlərindən biridir. Yəni, öyrənmə özü bir psixoloji prosesdir. Məktəbdə isə əlbəttə ki, öyrənmə prosesi gedərkən psixologiyanı, psixoloji fəaliyyəti, psixoloji xidməti yox saymaq əlbəttə böyük bir qəbahət olar. Ona görə də məktəblərdə, dünyanın bir çox məktəbində psixoloji xidmət məktəbləri təşkil olunur və həmin psixoloji xidmət vasitəsilə şagirdlərin diaqnostikası aparılır, vəziyyəti yoxlanılır, onlara lazım olan məsləhətlər verilir, müəllimlərə psixoloji yanaşmaların öyrədilməsi üçün psixoloqlar tərəfindən müəyyən təlimlər keçilir müəllimlərə, dəstək olunur müəllimlərə. Ümumiyyətlə, şagirdlərin psixoloji problemləri olduğu zaman, xüsusilə də həddi buluğ çağında, yuxarı siniflərdə hər hansı bir psixoloji durumlar yaşadığı zaman psixoloq şagirdlə bəzən individual görüşür, bəzən deyək ki, psixiatra yönləndirir, bəzən daha peşəkar fərqli insanlara yönləndirir. Ümumiyyətlə, ailə ilə danışmaq, ailəni bəzən düzgün istiqamətləndirmək və s. bu mənada psixoloqun əsas önəmli görevlərindən biridir. Azərbaycanda isə ümumi təhsil məktəblərində bizim tövsiyəmiz ondan ibarətdir ki, ən az hər 1000 şagirdə bir psixoloq düşməlidir. Yəni, əgər şagird sayı 1000-dən çoxdursa, o məktəbdə 2 psixoloq olmalıdır. 1000-dən azdırsa, 1 psixoloqla kifayətlənmək olar. Mütləqdir ki, psixoloqun ümumiyyətlə bir psixoloji xidmət otağı olmalıdır. Məktəbdə bunun üçün yer ayrılmalıdır. Eyni zamanda psixoloq deyək ki, öz işinin fərqində olub, bütün siniflərdə, bütün valideyn iclaslarına qısa şəkildə qoşulub, özünün varlığından insanları xəbərdar eləməlidir. Hansı hallarda psixoloqa müraciət oluna bilər, bunu insanlara izah etməlidir və hamı bilməlidir ki, məktəbdə psixoloq var, onun otağı hardadır, hansı saatlarda, hansı formada onunla söhbət eləmək olar, ondan konsultasiya almaq olar. Ümumiyyətlə, yer məsələsi və psixoloqun ümumiyyətlə saatı məsələsi, maaşı məsələsi həllini tapdıqda düşünürəm ki, Azərbaycanda məktəblərin psixoloji xidmət keyfiyyəti daha da arta bilər. Hazırki vəziyyətdə isə inkişafa ehtiyac duyur.